Bağ evimiz satışdadır. Hörmətli izləyicilərimiz, belə bir gözəl bağ evimiz satışdadır. 25 sotun içərisində bir həyətdə 2 evdir. Hörmətli izləyicilərimiz, sizlərə evli göstərəcəm. Hal-hazırda gördüyünüz kimi evin həyətindəyəm. Həyətyanı sahəsində gözəl meyvə ağacları mövcuddur. Burada bar verən meyvə ağacları. Gözəl kvadrat həyətdir. Qapısına kimi asfalt, ünvan da yerləşir harda? Albalı 1-də, Vişnovka 1 bağlarında, Maşıra qəsəbəsində. Bura Buzovna tərəfdən də yol var, Maşıra tərəfdən də yol var. Həmçinin Bilgəh tərəfdən də yol var bura. Hörmətli izləyicilərim. 3 tərəfdən bura yol var. Gördüyünüz kimi belə bir gözəl baxımlı bağımız burada gördüyünüz kimi yerləşir. Gözəl üzüm təməkləri və əncir ağacına kimi növ-növ meyvə ağacları mövcuddur burada. Və burada isə hörmətli izləyicilərim, zəfəranlığı mövcuddur. Gördüyünüz kimi harda burada 2 sotun içərisində zəfəranlıq mövcuddur. Həmçinin sol tərəfində də belə. Burada zəfəranlıqdır və həyətində yay-qış mətbəxi mövcuddur. Bisetkası mövcuddur, manqallısı mövcuddur. Hər şeyi sizlərə çəkib göstərəcəm. Burada üzüm tənəkləridir. Gördüyünüz kimi üstü bağlı üzüm tənəkləri. Dediyim kimi yay-qış mətbəxidir bura. Və axıran otağı da eləmək mümkündür. Bir həyətdə dediyim kimi 2 ev mövcuddur. Burada isə gözəl bar verən nar ağaclarıdır. Buradan da bağın içərisinə girişdir. Gördüyünüz kimi bütün ağacların dibinə kimi sulandırma sistemi mövcuddur. Burada bir evimiz, hörmətli izləyicilərimiz, 3 otaqlı üstü mansarlı evdir. Burada isə yeni tikili 2-ci evimiz, hörmətli izləyicilərimiz. Bir həyətdə 2 ev. 2 qardaş da alıb burada yaşaya bilər. Həyətində də söz yox, hörmətli izləyicilərimiz. Burada da aşma-daşma hovuzu mövcuddur, gördüyünüz kimi. Və darvazanın yanında bir otaqlı ev mövcuddur. Orada da axıran otağı eləmək mövcuddur, mümkündür. Gördüyünüz kimi hərçinin sağ və sol tərəfində torpaq ərazisi, evin altı qaraj, gördüyünüz kimi qaraj hissəsi. Evimiz yerdən 5 daş kürsüdür. Hər iki tərəfdən keçid mümkündür. Və onu da sizlərə göstəreyim. Evin qarşısı balkonlandır. Bütün kommunallar da daxildir. Həyətində su quyusuna kimi mövcuddur. Evin burada alt hissəsində ambarı mövcuddur. Ehtiyat su ambarıdır. Və dediyim kimi bura isə manqalnısıdır. Burada da əlavə bir otaqlı mətbəxdir bura. Əlavə dediyim kimi orada da mətbəx mövcuddur. Gördüyünüz kimi manqalnısı. Deməli, buradan hər iki tərəfdən də evin arxasına rahatlıqla keçid mümkündür. Mən buradan qalxıram. Dediyim kimi evin qarşısı balkonla. İkinci ev, hörmətli izləyicilərim, onun içərisini sizə çəkib göstərə bilməyəcəm, təmirlidir. 3 otaq üstü mansarlandır, yanında da qarajı mövcuddur. Dediyim kimi həyətdəki göz qarşısındadır. Həqiqətən çox gözəl, baxımlı bağ həyətidir. Bağ evi. Keçid edək evimizin içərisinə. Deməli, buradan keçid edirik evimizin içərisinə. Keçid elədikdə qarşılayır bizi belə bir balkon, hol hissəsi. Deməli, 25 sotdur. Kupça çıxarış, xüsusi mülkiyyət. Təkcə hörmətli izləyicim, torpağın qiyməti deyilir burada. Bu evlərin qiyməti deyilmir. Təkcə torpağın qiyməti. Bilənlər də bilir ki, burada torpağın qiyməti 10-15 min manat startıvı deyilir. Deməli, bizi qarşılayır belə bir zal, studio, mətbəx. Bura qonaq otağıdır, qarşısı mətbəxləndir. Gördüyünüz kimi ev sahibi bunu özünə tikib. Bura mətbəx hissəsidir, bura isə qonaq otağı. Evdə sistem kombidir. Gördüyünüz kimi burada yataq otağı mövcuddur. Evimiz kurub qoşudaşla inşa olunub. İndi ikinci mərtəbəsini sizlərə göstərəcəm. Yəni bir mərtəbə üstü mansardır. Burada sanitar qovşağıdır. Gördüyünüz kimi. Qalxaq evimizin mansar hissəsinə. Buradan qalxırıq evimizin mansar hissəsinə. Yenə nəzərinizə satdım. 25 sotun içərisində bir həyətdə 2 ev. Albalı 1-də. Bizi gördünüz, qalxdıq buradan evimizin mansar hissəsinə. Evdən bəzi əşyalar çıxacaq və gördüyünüz kimi bu bilyard stolu çıxacaq. Ev sahibi deyir ki, yəni bunları çıxarmaya da bilərəm, qiymətləndirərəm, üstündə verərəm bunları. Gördüyünüz kimi bura barı mövcuddur. Burada gördüyünüz kimi bura bilyard yerisi. Burada oturdurmaq üçün və televiziyasına kimi mövcuddur. Gördüyünüz kimi buradan isə hörmətli izləyicilərimiz indi qapısını açıb sizlərə göstərəcəm. Bura balkonudur. Düz həyətinə baxır.
Hər yanda yaşayış sahələrdir. Gördüyünüz kimi balkondan həyətinə baxır. 25 sotun içərisində albalı bir də qiymət isə hörmətli izləyicilərim. Burada isə sanitar qovşaqdır gördüyünüz kimi. İkinci mərtəbəsində olan sanitar qovşaq ehtiyat süçənli kimi mövcuddur. Qiymət hörmətli izləyicilərimiz 255 min manat startlı qiymət deyilir. Bu bağa 25 sotda bir həyətdə 2 ev. Təkcə torpağın qiyməti deyilir. Təkcə torpaq qiymətinə bu evlər də içərisində 25 min, 255 min manat üzr istəyirəm. Real alıcıya da endirim olacaq. Əlaqə nömrələrimizdə səhifədə qeyd olunub. Bu bağ kimlərə maraqlıdırsa bizlə əlaqə saxlaya bilər. Hələlik sağ olun.